Sizlərdə cadunun, tilsimin, sehirin, nəzərin, gözün olduğunu bilmək istəyirsinizmi? Bu zaman məni diqqətlə dinləyin. Həqiqətən də bilirsiniz ki, mən düzgünləri paylaşıram və sizə əsas lazım olanları paylaşıram. İndiki halda hər kəs qorxduğu bir şeydir, çəkindiyi bir şeydir. Bilirsiniz ki, cadu eləyiblər və yaxud da nəzər varmı? Bizim işlərimiz niyə düzgün yolunda getmir? Nəyə görə hər bir şey durduğu yerdə birdən dağılır? Evlərimizdə söz-söhbət. Bunun üçün də əzizlərim, əgər sizlərin saçınız tökülürsə, saçınız dolaşıq-dolaşıq, yəni olursa, dolaşıq olur, açılmır. Bu zaman bilin ki, bu tilsim, cadu, negativ var sizdə. Sonra ən əsası mağazindən, özünüzə dükandan paltar alırsınız, giyinirsiniz əyninizə, bu paltar sizin əyninizə sırazı oturur. Bu zaman sizin üzərinizdə negativ var. Sonra özünüz özünüzə bağlılıq yaradırsınız. Bu necə olur? Özünüz hardasa bir sap görən kimi götürürsünüz, bu sapı başlayırsınız dolaşdırıb bağlamağa. Özünüz özünüzü bağlayırsınız. Sonra saçınızı tutup hər da olsa tulluyursunuz. Məsələn, bu salonlara aid deyil də, salonda kimdir səni tanıyan. Amma evdə, məsələn, kiminsə evinə gelirsən, saçını darayıb tulluyursan və yaxud da hardasa bir yerdə götürüb zibilliyə atırsan, yandırmaq da olmaz saçı. Saçı elə bir formada tullamaq lazım, heç kimin əlinə keçməsin. Və yaxud da paltarlarınızı götürürsünüz, kiməsə verirsiniz. Götürürsünüz kiməsə verəndə öz enerjinizi, yəni özünüzün yüksək auranız onun içində gedir kiməsə. Və yaxud da kiminsə paltarını alıb giyinirsinizsə, əgər o adamda qaranlıqlar, ağırlıqlar, qaranlıq deyəndə, yəni ağırlığın içindədirsə bu adam, bunun paltarında olan ağır aura, ağırlıq deyək, o sənə oturur, səndə qalır. Buna görə də bunları mütləq nəzərə almaq lazımdır və bunlardan qorunmaq lazım bu şeylərdən. Yəni, demək istəyirəm ki, əzizlərim, kiminsə kiməsə ayaqqabı verirsən, bu adam yaxşı yolun yolçusu deyil. Məsəl üçün, yəni qaranlıq bir dünyanın yolçusudur, belə deyək. Heç vaxt verməyin. Günah daşıyırsınız, günaha batırsınız. Özünüz günaha batırsınız. Ha, o eləyir, sizin üzərinizdə qalır. Mütləq bunları bilməlisiniz. Həqiqətən də mən paylaşıram ki, bunu bilin və icazə verməyin ki, kimlərsə sizin həyatınızdan oynasın. Heç vaxt icazə verməyin. Oldu mu əzizlərim? Bunu diqqətlə qulaq asın, dinləyin və bilin ki, bu paylaşımlar hamısı sizin üçündür. Yaxşı ki, varmısınız. Allah əmanət olun.